Salamlar, hər vaxtınız xeyir olsun. Bugünkü izahımda genetikanın əsas mövzularından biri olan qeyri-allergenlərin qarşılıqlı təsirindən danışacağam. Qeyri-allergenlərin qarşılıqlı təsirinə biz epistazı, komplementarlığı, polimeriyanı misal göstərə bilərik. Lakin videonun qısa olmasını nəzərə alaraq bu dəfə sizə epistaz haqqında məlumat verəcəm. Bir neçə qeyri-allergenin bir əlamətin inkişafını müəyyən etməsi qeyri-allergenlərin qarşılıqlı təsiri adlanır. Bunlardan biri olan epistaz çox maraqlıdır əslində. Qeyri-allergenlərdən biri digərinin təsir gücünü zəiflədərsə, bu epistaz adlanır. Bir də təkrar edirəm. Qeyri-allergenlərdən biri digərinin təsir gücünü, onun təzahürünü zəiflədə bilir. Buna biz epistaz deyirik. Bu, qeyri-allergenlərin qarşılıqlı təsirinin bir formasıdır. Epistaza biz ada dovşanlarında tükün rənginin iki cüt allergenlə müəyyən olunmasını misal göstərə bilərik. Həmin iki cüt allergen öz aralarında qeyri-allergenlərdir. Deməli, ada dovşanlarında tükün rəngi əlamətini bir cüt aller yox, iki cüt aller müəyyənləşdirir. Yəni, qeyri-allergenlər müəyyən edir. Gəlin baxaq. Ada dovşanlarında böyük C geni tükdə pigmentin olmasıdır. Böyük C genini görürüksə, həmin tükdə artıq pigment var. Kiçik C geni isə tükdə pigmentin olmamasıdır. Böyük A geni pigmentin tük boyunca yayılmasının qarşısını alır. Kiçik A geni isə pigmentin tük boyunca yayılmasına ümumiyyətlə təsir etmir. Burada fikir verirsinizsə, C genləri, A genləri öz aralarında qeyri-allergenlərdir və ada dovşanlarında tükün müəyyənləşdirilməsi bu qeyri-allergen cütlərinə görədir. İndi biz gəlin baxaq ada dovşanlarında mümkün genotiplərə. Boz ada dovşanlarının mümkün genotipləri. Əgər böyük C, baxın fikir verin, yanında boşluq buraxmışam. Böyük A yanında boşluq buraxmışam. Böyük C yanındakı boşluğa hansı ya böyük C ya kiçik C hansını yazmağımızdan asılı olmayaraq böyük A geni ilə bərabər gəlirsə, bu o deməkdir ki, böyük C nə idi? Pigmentin varlığı. Pigment var və böyük A geni təsir göstərərək onun tük boyunca yayılmasının qarşısını alır. Bu halda yaranan rəng hansı rəng olacaq? Təbii ki, boz rəng. Və boz rəngli ada dovşanlarının mümkün genotipi buradadır və sayı da 4-dür. 4 ədəd mümkün genotip yarana bilər. Bunlar hansıdır? Baxın, fikir verin. Böyük C gəlir, sonra böyük A gəlir. Böyük C'dir və böyük A'dır. Artıq böyük A'nın yanında kiçik A olması önəm kəsb eləmir. Çünki böyük A dominant gendir və kiçik A'nı kölgəsində saxlayır, belə deyək. Və beləliklə boz rəngi ortaya çıxır. Baxın, birinci böyük C, burada da böyük A. Yenə böyük C, böyük A. Və bu onu göstərir ki, boz ada dovşanlarına biz deməli 4 formada genotipdə rast gələ bilərik. Böyük C yanına bir boşluq, böyük A yanına bir boşluq. Bu boşluqları böyük C'lər və ya kiçik C'lərlə doldura bilərsiniz. Mümkün 4 genotip ortaya çıxacaqdır. Sonra gəlin baxaq. Biz qara ada dovşanlarının mümkün genotiplərinə baxaq. Biz dedik ki, böyük C geni pigmentin varlığını göstərir. Bunun yanına yenə bir boşluq qoyaq. Sonra kiçik A-lar onsuz da resessiv genlər ancaq homozigot vəziyyətdə olur. Bu vəziyyət yaranarsa, yəni böyük C sonra kiçik A bərabər gələrsə, bu zaman bu ada dovşanların rəngi olacaq qara. Nəyə görə? Çünki böyük C nə idi? Pigmentin olması. Burada pigment var. A-nın da vecinə deyil. A da onun tük boyunca yayılmasının qarşısını almır və beləliklə bunların rəngi olacaq qara rəngdə. Amma bozda necə idi? Bozda pigment var idi. A da tük boyunca yayılmasının qarşısını alırdı. Beləliklə dovşanın rəngi qara yox, yalnız diblərdə pigment qaldığı üçün olurdu boz rəngdə. Amma indi hal-hazırda pigment var və kiçik A onun tük boyunca yayılmasına heç bir maneçilik törətmir. Beləliklə rəng olur qara. Və qaranın mümkün variantlarını da mən burada sizlər üçün qeyd eləmişəm. İki genotip də qaraya görə alınır. Böyük C, kiçik A, böyük C, kiçik A, kiçik A.
Ağada dovşanları üçün biz nə deyə bilərik? Gəlin ona baxaq. Ağada dovşanlarında pigment ümumiyyətlə tükdə olmur. Yəni tükdə pigment olmadığı üçün bu dovşanların rəngi olur ağ. Bu zaman pigmentin olmaması resessiv əlamətdir. Baxın, görürsüz, kiçikcə. Artıq bu kiçik C-lərdən sonra ağların hansı formada gəlməsi önəm kəsb eləmir. Ola bilər burada böyüyə də olsun. Ola bilər burada kiçik C-dən sonra kiçiyə də olsun. Ola bilər kiçik C-dən sonra kiçiyə olsun. Bax, mümkün variantları mən burada qeyd eləmişəm. Artıq pigment yoxdur deyə, baxın, pigment yoxdur deyə. Ondan sonra gələn, yəni ağlar önəm kəsb eləmir. Yəni onun tük boyunca yayılmasının qarşısının alınması və yaxud da heç bir təsir göstərməməsi bir önəm kəsb eləmir. Çünki pigment olmadığı üçün bu ada dovşanlarının tükünün rəngi olacaq ağ rəngdə. Deməli, əziz abituriyentlər, biz burada neçə genotip gördük? Burada biz boz rəng üçün gördük 4 genotip, boz rəng üçün. Qara rəng üçün gördük 2 genotip, ağ rəng üçün 3 genotip və cəmi biz burada 9 genotipə rast gəldik. Və mən sizə 10-cu sinif biologiya dərsliyində verilmiş çarpazlaşmanı göstərəcəm. Çünki dərsliyimiz çox önəmlidir. Burada parentali P valideyn forma kimi götürülüb, deməli, boz ada dovşanı və onun genotipi də burada qeyd olunub. Baxın, böyük C və böyük A'lar bir araya düşüb. Ona görə bunun rəngi deməli bozdur. Verəcəyi qamet də elə budur. Ağ ada dovşanları isə resessiv əlamətdir də, tükün ağ rəngi əlaməti və fikir verirsinizsə, burada da verəcəyi qamet elə budur. Görürsünüz, kiçik C-lə kiçik A bir araya düşübdür. Bunların da çarpazlaşmasından burada qeyd olunub. Böyük C, kiçik C, böyüyə kiçik A və deməli boz ada dovşanları. Bu F1 nəslidir. Və F1 nəslində alınan həmin bu bütün ada dovşanlarının rəngi olur boz və genotipcə də eynidir hamısı. Böyük C, kiçik C, böyüyə kiçik A. Və onlar öz aralarında çarpazlaşdırdıqdan sonra aşağıda verilən, bax bu mümkün bütün əlamətlərə biz indi baxacağıq sizlə. Deməli, gəlin baxaq görək, burada hansı mümkün əlamətlər var. Deməli, əziz abituriyentlər, baxıb görürük ki, biz burada bayaq qeyd elədiyimiz kimi genotip sayı 9 verilib, amma gəlin əvvəlcə kombinasiyaya baxaq. Burada 16 kombinasiya var və saysanız görəcəksiniz ki, bax bu rəqəmləri toplasanız görəcəksiniz ki, burada 16 kombinasiya var və biz başqa cür bunu necə tapa bilərik? Gəlin indi onu da sizə deyim. Deməli, biz baxın yuxarıdakı elə çarpazlaşmanı mən burada qeyd eləmişəm. Bax bu yuxarıdakı çarpazlaşmadır. Burada C-ləri öz aralarında çarpazlaşdırarıq, A-ları da öz aralarında çarpazlaşdırarıq. Bu daha asan variantdır. Görürsünüz ki, 4 fərq burada, 4 kombinasiya burada, 4 də burada. Daha doğrusu 4 fərq burada, 4 fərq burada. Hər iki əlamətə görə bunların da 4-ü 4-ə vurarıq. 16 kombinasiya yaranmış olar. İndi yenidən qalxırıq biz yuxarı. Kombinasiya sayı 16-dır. Başqa cür biz kombinasiya sayını necə hesablayırıq? Biz bunu öyrənmişik. Kombinasiyanın sayını 4 üstü n düsturu ilə. N burada heterozigotların sayıdır. Burada 2 heterozigotların sayı 2-dir. Ona görə 4-ün üstünə 2 qoyuruq. 16 kombinasiya var. Və yaxud da burada hərflər dəyişir. Elə bil ki, Mendelin 3-cü qanundakı kimidir. Burada elə kombinasiya sayı 16 olacaq. Bəs fenotip sayı neçədir? Fenotip sayı 3-dür. Boz rəng görürük, ağ rəng görürük, qara rəng görürük. Bəs fenotipə görə parçalanma, yəni hər rəngdən neçə ədəd var, ona baxaq. 16-dan 9-u, yəni 9 fərd, bax burada görürsünüz, 9 fərd olur boz rəngdə. Sonra 3 fərd olur qara rəngdə, bunlar qara rəngdədir. 4 fərd də olur ağ rəngdə. Fenotipə görə parçalanma 9-un 3-ə və 4-ə nisbətindədir. Genotip sayı 9 dənə burada genotip var. Hansı ki biz bayaq onlara baxdıq genotiplərə. Boza görə 4 genotip var. Bir də bunu silim, təzədən sizə bunu göstərək. Baxın, boz rəngli ada dovşanlarının biz burada mümkün 4 genotipini görürük. Ağ 3 genotipdədir, qara da 2 genotipdədir. Cəmi 9 genotip var. Genotipə görə parçalanma nisbəti isə burada verilmişdir. Burada yazılan 4, bax budur, fikir verin, heterozigot. Yəni böyükcə, kiçikcə, böyüyə, kiçiyə. Sonra burada 4, 2 var və siz baxsanız ki, burada görəcəksiniz 4, 2 var. Bu deməli bu ikilərdən bozda 2 olmaqla bozda 2
Bu ikilərin ikisini bozda görürük. Birini ağda görürük, birini də qara rəngdə görürük. Bu genotip sayıdır. 4 ədəd də 1 görürük. Bu da yenə, yəni burada baxıb onu görə bilirik. Gəlin bir dənə baxaq ona da. Birlərimizi görək. 1, 2, 3 və 4. Genotip də buradadır. Bu genotiplərin parçalanması. Yəni, bir ədəd bu fərddən var, bir ədəd bu fərddən var, bir ədəd bu fərddir, bir ədəd də bu fərddir. Homozigotlardır bunlar və genotipə görə parçalanmanı da gördük. Əslində Mendelin 3-cü qanunundakı kimidir. Baxın, genotip sayıdır, genotipə görə parçalanma. Ancaq fenotip Mendelin 3-cü qanundakı kimi deyil. Orada 4 fenotip alınırdı. Fenotipə görə parçalanmada da təbii ki, fərq var. Dolayısıyla, yəni fərq yaranır orada. Deməli, əziz abituriyentlər, epistaz mütləqdir. Buna nəzərdən keçirin imtahana getməmişdən qabaq. Bu imtahanda bir dəfə situasiya kimi düşüb və yenə də qarşınıza çıxa bilər. Gəlin baxaq aşağıdakı şəkilə. Bu şəkildə mən yenə orta məktəbin kitabından biraz solğun düşsə də götürmüşəm. Çünki deməli önəmlidir. Bax, görürsünüz yuxarıdakı çarpazlaşmada elə. Valideyn forması boz rəngdir, görürsünüz. Homozigot və ağ rəng resessiv əlamət. Bunlar çarpazlaşır. F1 nəslində alınan fərdlər hamısı bozdur. Onlar öz aralarında çarpazlaşır və qametlər burada yazılıb, alınan fərdlər də burada yazılıb. Və siz fikir verirsinizsə, birinci sütun, birinci sətir bozdur. Plus 2 ortadakı, bax bu fərdlər boz rəngdədir. Sağ tərəf aşağı küncdə 4 nəfər burada, 4 ağ dovşan var. Yerdə qalanlar isə qara dovşanlardır. Eyni zamanda biz yuxarıda genotipdə deməli ada dovşanlarının bir dəqiqə. Biz yuxarıda genotipdə deməli burada 4 fərd görmüşdük. Baxın, bax bu fərdlər, heterozigot fərdlər 4 boz fərdlər. Baxın, gəlin gedək baxaq görək bu fərdlər hardadır? Bu fərdlər baxın diaqonal üzrə görsünüz, burada yerləşiblər həmin fərdlər. 4 boz fərd bax burada yerləşib. Və yaxud da orada homozigot dominant bir fərd var idi. Görürsünüz, buradadır. Və yaxud da homozigot resessiv bir fərd var idi. Görürsünüz, həmin birlər buradadır. Bunlar Pennetin cədvəlidir. Bunu tapmaq mənə elə gəlir, o qədər də sizlər üçün çətin olmayacaq. Bunu tapmaq asandır. Biz sadəcə uşaqlar bu epistazın mahiyyətini başa düşməkdə bəzən çətinlik çəkirlər. Deməli, burada əslində çətinlik çəkiləsi məqam yoxdur. Əgər biz bunu başa düşməyə çalışsaq, o qədər də çətin bir şey yoxdur. Belə ki, biz allergenlər, qeyri-allergenlər nədir bilirik. Məsələn, allergenlər nə idi? Biz deyirdik ki, deməli, homoloji xromosom, ümumiyyətlə xromosomların üzərində genlərin yerləşdiyi sahə lokus adlanırdı və orada allergenlər eyni bir əlamətin alternativ cüt genləri idi. Amma qeyri-allergenlər isə əslində deməli fərqli, normalda Mendelin qanunlarında qeyri-allergenlər tamam başqa əlamətlərin idarə edən genləri idi. Lakin biz epistazda qeyri-allergenlərin qarşılıqlı təsir göstərib müəyyən bir əlaməti üzə çıxartmasını görürük. Yəni biz burada C genləri ilə A genlərinin qeyri-aller olduğu halda bir-birinə təsir göstərib, bir-birinin təzahür gücünü zəiflətməsini gördük. Burada harda gördük? Məsələn, C pigmentin varlığı idi, böyük C, kiçik C isə pigmentin olmaması idi. Biz burada böyük C-nin yanında böyük A görəndə, deməli, böyük C-nin yanında böyük A görəndə biz gördük ki, A geni A ilə C arasında qeyri-allerdir. A geni pigmentin varlığını müəyyənləşdirən böyük C geninin təsir gücünü azaldır və imkan vermir ki, o bütün tük boyunca yayılıb qara rəngli ada dovşanı, yəni ada dovşanında qara rəngin üzə çıxmasının imkan vermir, qarşısını alır. Ancaq böyük C-nin yanında kiçik A gələndə biz dedik ki, bax bu kiçik A heç bir şeyə təsir göstərmədiyi üçün heç bir şeyə deyəndə əslində pigmentin tük boyunca yayılmasına təsir göstərmir. Ona görə də imkan verir ki, bu pigmentin varlığı ortaya çıxsın və beləliklə olur qara rəng. Yəni burada qeyri-allergenlər bir-birinə qarşılıqlı təsir göstərir. Ümid edirəm ki, anlaşıqlı oldu və zəhmət olmasa bəyənin. Harda çətinlik çəkirsinizsə, hansı mövzularda rəy bölməsində yazın. Mən onları nəzərə almağa çalışacağam. Və siz bəyənin ki, məndə növbəti dərslərdə komplementarlıq polimeriya haqqında videolar çəkib yerləşdirim. Diqqətiniz üçün təşəkkür.